ผิดโมใจ Başa düşmürəm nə deyirsən? Bununla bir gecə. Yox, çəkən də öləm. Vallahi çəkən də öləm. Olsa verim, yoxsa çəkən də öləm. Çəkmirəm, çəkmirəm. TikTok'a girirsən də oradan da sən də. Kim alladırsan? Salamlar, salamlar, salamlar. Hardayıq? Burada görürsüz yazısından Luang Prabangdayıq. Luang Prabangın qatar stansiyasındayıq. Bura gördüyünüz bu qatar stansiyası. Luang Prabangında dediyim kimi Laosun ikinci ən böyük, ikinci, neyse ondan hara gedirik Laosun paytaxtına, çünki Laosun ən cənubuna düşəcəm. Onun üçün də qatarla gedəcəm ora. Gələndə bura avtobusla gəldim Vangviekdən, amma qaydanda o səhv eləməyəcəm, çünki həyatımda aldığım ən bərbad qərarlardan birisi idi. Ən bərbada. Yəni belə bir bərbad. Hello. Bilet istəyirsən, hə? Ticket. What do you need? Ticket? Bu istəyir. İstəyirsən. Ha? Bu parçaผิดโมใจ Başa düşmürəm nə deyirsən? Başa düşmürəm. Okay? Thank you. Həyatımda olduğum ən bərbad qərarlardan birisi idi. Yəni belə bərbad bir qərar ola bilməzdi, yəni. O avtobusla mən bura gələnə qədər mən zülm çəkdim ha. İndi gəldim Luang Prabangın qatar stansiyasına. Çünki buradan qatarla gedəcəm. Hara? Buradan qatarla gedəcəm Vientiana. Luang qatar stansiyası və maraqlı tarixi var. Keçim səri onunla danışım. Yəqin ki burada şey deyirlər. Burada biletə baxırlar. Biletə baxırsınız. Bax. Biletə baxırsınız. Aha. Bana sen bilete bak, ben pasportu çıkardım. Sen bilete bak, ben pasportu çıkardım. Götür, geç buraya. Nasıl düştü yere? This way? Deyə bilərsiniz ki, Laos hara, bu dəmir yolu xətti hara. Bunların heç cəməli pulları yoxdur ki, özlərinə yol çəksinlər falan. Deyə bilər, hamısını deyə bilər. Niyə demirsiniz ki? Məsələ burasındadır ki, bu dəmir yolu xəttini Laos çəkməyibdi, Çin çəkibdi və Çindən başlayır, ta Taylanda qədər gedən bir dəmir yolu xəttidir. Bu Laosun içərisindən keçən bu dəmir yolu xətti. Hətta elə adı da görürsünüz China Railway, yəni Çin dəmir yolu adlanır. Çin də təbii ki bunu Laosluların qara qaşına, qara gözünə aşıq olduğu üçün eləmir də. Xeyri var ki, eləyir. Bu Çindən gəlir, ta Vientiandan da uzanır gedir. Taylanda bu dəmir yolu xətti. Amma mən hara gedirəm? Mən gedirəm Paksi tərəfə. İndi yerəm Vientiana, Vientiandan bir avtobus falan tapıb düşəcəm. Hara düşəcəm? Laosun ən cənubuna Paksi deyilən bir yer var. Ora gedəcəm. Ümid edirəm ki, maraqlı olar. Bitdik. Bana da oxut. Qorxdum hə. Nə çox fikirləşdim. Kansıdır 02 kod 402 o tərəfdə. Neçədir bizim yerimiz? 02C. Belə bir qatar. Yəni təxminən bir 3 saatlıq falan yoldur ki, bunu avtobusla və yaxud da maşınla getsəydim ən az bir 10 saat, 11 saat falan tutacaqdı. Amma bu sürətli qatarlarla 3 saat. Gedən qatar düzəldibdilər. Möcüzədir, gedir qatar. Bu dəmir yolu xətti dediyim kimi Çin tərəfindən inşa olunubdur. Çin təbii ki bunu öz mənfəətləri üçün tikibdi. Çünki Çin bu dəmir yolu xətti ilə ta Çindən Taylanda qədər gedib çıxır. Yəni Taylanddan da onlar Hind okeanına çıxış əldə edə bilirlər bu dəmir yolu xətti vasitəsilə. Amma Laosun da bu təbii ki işinə gəlir. Çünki Laos kimi illərlə bombalanmış və yolları bərbad bir ölkə üçün
bu dəmir yolu xətti həqiqətən də hava su kimi vacibdir. Laosda olan ən müasir şey bu dəmir yolu xətti ola bilər. Və gəldik çatdıq. Bax, təsəvvür 11 saat, 12 saat, bəlkə daha artıq. Yəni çünki buradakı yollara heç bir şəkildə etibar yoxdur. 11-12 saatlıq yolu cəmi cümlətanı 2 saata gəldi. 2 saata. İndi gedim buranın avtovağzalına Paksiyə bir bilet alıb. Görüm nə bilet var, nə var. Əslində internet üzərindən də ala bilərəm. Sadəcə olaraq gedim avtovağzalına. Əslində şəhər mərkəzinə gedəcəydim. Sadəcə olaraq gəldim bura. Buranın dediyim kimi Cənub terminalına gəldim buranın ki, hər ehtimal gəlin bileti alım. İnternetdə baxdım, internetdə də var idi, amma internetdə biraz baha göstərirdi. Ne kadar bizim 35 manat falan. 35 manat. Vaxt gəldi və də yetişdi. Gedə bilərik. Dedi ki B3. B3 budur. Deyəm bir dəqiqə deyəm. Mən bunu çıxardım bir. Bir dəqiqə mən bunu çıxardım. Sonra eləyərik. Ha. Vậy tu hay. Thế cho mày. Bu ara koy. Okey, götürdü ha. Sonra? Okay. Onu koyduk buraya ha. Sonra? Ya. Thực Ha. Tek. Ayda, burada neçə nəfər yatırsınız? Bildim. Ha, burada neçə nəfər yatarsınız? Burada neçə nəfər yatır ha? Ayda. Əməlli başlı bu yer yatağıdır kardeş. Bu əməlli başlı yer yatağıdır. Ama bir şey var ki, yəni ən bərbad avtobus seçmişəm deyim, məndən başqa heç kim bilmir. Yəni uzan Gembol yat. Məndən başqa heç şey yoxdur. Ona görə ən bərbad avtobusu seçdim. Gördüm hansının qabağında növbə yoxdursa, getdim onu bilə-bilə seçdim ki, heç kim bilməz. Belə yer yatağı, yəni uzan yat. Neyse. Getdik. Paksi'de görüşərik. Vientiane'dan Paksi'ye gedəndə bilin ki, avtobuslar bu formada olur. Mövzu oldu ki, yastıq yoxdur. Bu ne şuursuz. Ben niye böyle yatmam? Ben niye böyle yatmam bu avtobusda? Balada bir dənə belə bir döşək qoyublar. Yəni bunu 2 nəfərə qoyublar ha. Bir nəfərə deyil. Yəni mütləq belə yatmalısın. O belə yastıksız falan ya bu formada böyle. Sen lazım da, sen Paksiye lazımdı. Ben Paksiye lazımdı adama deyərlər. Değil mi? Yani bir yastık koyardınız değil mi kardeş bura? Çok sevindim. Ama sevincim kısa sürdü. Yanıma adam geldi. Bununla bir gece. 12 saat böyle bir güzel bir seyahat biz gözlük. Bəli, artık sabahtı. Gagada duruptu. Ama yani daha imarat bir şey gözlüyorum ve yine de yani Laos'ta daha narahat seyahatlerim olmuş diye bu biraz daha şey geldi yani. İşte tahmini bir ne kadar kaldı? Tahmini bir 15 dakika yol ümmülük deyirlər ne kadar? 11 saat. Bu. Geldim. Bu da Paksi. Səhərin gözü açılmamış. Ne oldu? Saat 7'dir. Bizim qabaqda. Burada qalacağım yerə. Görüm. Erkən çekim var mı? Bir yana erkən çekim olsun. Avtobusda istədiyim kimi yatmamışam. Erkən çekim olsa əla olur. Çox əla olur ha. Burada bir olmalı ama
O qədər səhər tezdir ki, heç kim gəlməyib də. Buralarda biraz oturum eləyim, kimsə gəlsin. İşte çekin eləyim, yerləşim eləyim falan 5-5-dən davam eləyək. Haydi. Hə, yatdıq, durduq. Ay, mən paltarımın qırışına bu. Hə, yatdıq, durduq. Aldığım yer. Davam eləyək. Davam eləyək deyəndə bu Paksiya şəhəri hal-hazırda olduğum şəhərdir. Yəni elə böyük bir şəhər deyil, balaca bir yerdir. Özəlliklə də yəni yarımada kimi bir hissəsindəyəm hal-hazırda mən. Paksiya balası. Bu nədir? Bu məktəbdir yəqin ki. Çocuklar burada əylənirlər. Paksiya çox kiçik bir şəhərdir. Amma Paksiya'nın özəl eləyən şey nədir? Nəyə görə gəlmişəm Paksiya'ya? Çünki Paksiyanın yaxınlığında çox qəşəng yerlər var. Oralar, ayda. Soyuq zad var burada. Yiyərdim ya. Ben yemək. Acından verim. Bu nədir? Paksiyanın yaxınlığında çox qəşəng yerlər var. Oralara gedəcəm. Onun üçün də Paksiya'ya gəldim. Ay, mən köynəyimlə gündə çox qırışıq köynəyimi. Amma yəni keçən videolarda dediyim kimi, köynək ən gözəl harda ütüləndir, insanın əynində ütüləndir. İnsanın əynində köynək dümdüz olur. Yəni ehtiyac deyil gedib ütüləməyə. Saat neçədir? 15 dəqiqə qalıb. Bir 15 dəqiqədən 20 dəqiqədən sonra gəzim, bu köynək olacaq dümdüz. Təcrübədir hamısı. Yəni bura konkret konkret o neydi o şəhərin adı? Argentinadır ki. Şəhər kimi. Puerto Iguaz ha. Argentina, Braziliya sərhədində Puerto Iguaz var idi. Bax konkret oranın şeyini alıram bax. O vibe'ını alıram, o duyğusunu alıram. Ha. Ağla yox ya da çəkən də öləm mən. Daim üstümə necə gəlir. Yox da çəkən də öləm. Na. Çəkən olsaydım da paçka qurbanlısan, amma çəkən də ölüm. Buradan bir çay keçir. Çay. Mekong deyil bu. Hə, bu Xelyonki çaydır. Törtün gəl belə keçir. Qabaqda yeb Mekongla birləşir bu. Belə. Konkret kənd yeridir. Konkret. Konkret kənd yeridir. O evləri falan yəni belə çox güzel müasir evləri var. Onlara bax, yaş demirlər, falan demirlər. Hələ gəzirlər. Al olsun. Gəzən insan görəndə ümumiyyətlə könlüm açılır. Gəz, maksimum gəzin. Maksimum ha. 3 gün ömrü öz varsa 4-ün gəzin. Əgər bəxsi geçsən də yox deyə, yox, çəkən də öləm. Vallahi çəkən də öləm. Olsa verim, yoxda çəkən də öləm. Çəkmirəm, çəkmirəm. Vallahi çəkən olsam, sən niyə məndən küsürsən axı? Çəkən olsam qurbanı sənə. Bax küsür sonra şey olur. Pul da verərəm. Prosto mən əhd eləmişəm ki, mən bir də siqaretə pul verirəm. Bəhanələr, yəni insan bəhanə tapmağından asan şey yoxdur. Yəni pul verərdim, prosto mən əhd eləmişəm ki, siqaretə pul verməyəcəm. Çəkməyin, siqaret zay bir şeydir. Yəni bəlkə ya gedim deyim ki, bəs şeydir də, bəs çəkmə falan beşmişəm, qoy oturum qabağıma söhbət edeyim. Deyim ki, mən də çəkmişəm uzun müddət, 16 il çəkmişəm. Deyim ki, mən də çəkmişəm uzun müddət, sonra tərcih etdim, sən də tərcih et falan. Adamı söyüb qovarlar. Çəkməyin, pis şeydir, çəkməyin. Belə çox belə ifrat isti var ha. İfrat isti var yəni. Cənub-Şərqi Asiyaya gəldiyimdən bəridir ki, gördüyüm ən isti havalardan birisi var, burada ola bilər. Amma növbəti günlərdə mən qalxacam artıq buranın dağlarına. Belə deyim, Laosun ən sərin iki yeri. Bir şey şimal hissəsi, Çin tərəfi çox sərin olur. Bir də burada dağlar var. Boliviao təsəvvürlüyüm. Buranın belə çox hündür bir amma dağları var. Paksiya yaxınlığında. Oralara çıxacağım. Oralar da
və oralar da sərindir. Çox istidir. Belə ifrat isti var ha. İfrat isti var. Və elə bankomat görmüşkən bir məlumat deyim. Bax, bütün demək olar ki, hamısı bunların hamısı verir, nə də ona, komissiyanı yuxarı tutur. Ən aşağı komissiya tutan budur. Yəni, yoxladığım qədərinə qıcel. O birisilər 80 min tutur, bu 40 min tutur. 40 min nə qədər edir? 3 manat 20 qəpik. Amma yəni tək səfərdə 2 milyondan artıq çəkə bilmirsiniz. 2 milyon. Maksimum belə deyim, 100 dollar da, 100 dollar çəkərsiniz. Burada belə bir... Oha, nə boydaymış ya bu? Oha! Çox böyük bir məbəddir, qardeş. Yox. Şun bir məbəddir, böyük. Böyük. Luang. Oha, məbədi bu qədər böyük olduğunu düşünmüyorum. Luang məbədidir bu. Luang. Wat Luang. Wat. Biz tərəfdə məbəd deməkdir. Luang da var, Luang məbəd. Bunlar var, bunlar var. Aa, Liverpool. Bu deyəsən bunların görməyəsiniz. Bunların starşinalardır deyəsən. Başında zontikdən 100% bunların starşinalarıdır. Starşina biz şeylər deyir, aber bir şey deyim, bunlar köməklər, bunlar. Nə edirlər? Bunlar şeylər sökürlər. O 100% olan starşinalardır, monklarında oradakilər. İşçin uşaqlar falan, özünün də başında zontik uşaqların da başı açıq. Yəni artıq Budist məbəd görməkdən bezmiş birisi olaraq hansısa bir fərqli bir şey yoxdur. Burada kimlərsə deyəsin dəfn olunubdur. Eləmə, elə şey eləmə. Dalımıza gəlmək istəyir. İtlə göz-gözə gəlməyəsən. İtlə göz-gözə gəldin. Belə bir məbəd. Wat Luang. Normalda bu itlər bu məbədlərə gecə vaxtı heç kim girib nəsə şey eləməsin deyə demiyorlar ki, məbədlərin əksəriyyətində bu itlərdən olur. Əksəriyyətində. Yəni belə adi bir Budist məbəd. Tamam. Dünya nemətlərindən və sözünüzü məhrum eləmir. Dünya nemətlərindən sözünüzü məhrum eləmir. Telefon dünya neməti deyil. Telefonla oynayır, deyir ki, dünya nemətlərindən özümü məhrum eləmişəm. Dünyadan sıyrılmışam falan. Telefon, TikTok'a girirsən də oradan da sən də. Kim alladırsan? İndiki dövrdə monkda olmaq olmur, özüm ölüm. Yəni, çətin məsələdir. İndi monkluğun da çətindir, yəni şərtləri. Paksenin yanından keçən Xedon çayı gəlir orada Mekong çayına birləşir. Xedon çayı, Mekong çayı. Mekong çayı, Xedon çayı. Mekong çayı da haraları keçmirlər. Gəlir Paksedən də keçir. Çox böyük çaydır, çox. Belə. Bu Xedondur. Qabaqdakidir Mekong. Gedək bu Mekongun sahili boyunca gedək. Buranın havası artıq, çayın kənarının havası çox qəşəngdir. Bura məncə çimərlikdir. Çünki çimərlik... bura çimirlər məncə orada. Buranın çox qəşəng havası var buranın. Oradan çox qəşəng havası var ha, sərin. Bəlkə axşam düşürdü ya da o da ola bilər amma o da olmasa tüstü çıxmaz. Burada bir çimərlik var. Mekong çayında girib gənclər çimişirlər. O çox boş şəhər gəldi mənə. Yəni, boş nə mənə, yəni, mənim nasıl cəhətdən yox. Yəni, çox az adam var. O, belə bir şəhər gəldi mənə. Allah olsun, Pakse şəhəri. Amma mənim Paksedə böyük ehtimalla, yəni, ilk və son tam günüm olacaq. Çünki sabahdan etibarən artıq gedəcəm. Laosun bu cənubundakı bu dağlara, şəlalələrə falan maraqlı saatlar onda başlayacaq. İndi heç bir şey. Qaqam gəzişir özü üçün. Night marketdə, axşam marketdə, amma
Axşam olmadığı üçün hələ açmayıbdılar. Elə hazırlaşırlar açmağa. Ha bu şeylə morta... Ayda burada şey var, passion fruit verilmiş artıq. Yəni belə bir şəhərdir, Baksı şəhəri elə bu night marketlərlə. Balaca bir night marketdir. Yəni belə axşam marketləri çox kiçik yəni hə. Elə burada da yekunlaşdıraq videonu. Olsun bizim Paksıya gəliş, Paksı videomuz. Sabahdan çünki daha başqa yerlərə gedəcəm. Haydi. Yeni şəhərdə, yeni ölkədə, yeni videoda görüşmək ümidi ilə. Sağ olun.